Salam uşaqlar, güvən 8 izah edirəm. Deyək ki, -4,3 ədədinin tam hissəsini tap. -4,3 ədədinin tam hissəsi həmişə özündən bir vahid böyük götürür. Mütləq qiyməsi -5 eləyir. Kəsr hissəsini tapanda ədədin özündən, yəni -4,3-dən çıxıram, -5. Yəni burada mənfi ilə mənfi müsbət verir. 5-dən də 4,3 çıxan 0,7. Deməli, kəsr hissəsi 0,7-dir, tam hissəsi -5-dir. Keçək növbəti sualımıza. Deyək ki, üçbucağın iki daxili bucağı 70-60 dərəcədə bu bucağa qonşu olmayan xarici bucaq. İkisini cəmi götürürük. Yəni 70-60-ın cəmi eləcək 130 dərəcə. Üçüncü suala baxaq. Burada qruplaşdırma qanunundan istifadə. Bu A-na A kvadrat kubunu qruplaşdıraq. Çıxılsın. A kvadratın üzərinə gəlsən A kvadrat minus 1 bərabərdir. Burada A-nı çıxarında mötədə kənarına A1 minus A kvadratı üzərinə gəl A kvadratı minus 1 bərabərdir. Burada deməli belə eləyək. Bundan yerini dəyişək. Onda nə olacaq? Mənfi çıxacaq qabağa. Mənfi A olacaq. A kvadratı minus 1 üzərinə gəl A kvadratı minus 1. Burada da mən görürəm ki, hər ikinin ortaq məxrəcim A kvadratım çıx 1-dir. Yerdə də qalıb, bu 1 deməkdir də. 1 çıx A, mənfi A-dır da. Məxrəci də yazaq. Məxrəc də verir A kvadratı minus 1. A kvadratları çıx 1-lər gedir. Yerdə qalıb 1 çıxılsın A. Cavab eləyəcək burada Y variantı. Vətərlərin kəsikməsi xassəsinə əsasən 8-i vururam X-ə eləyir 8x bərabərdir. 12-ni vururam 4-ə eləyir 48. Onda 48 8-ə bölüm X-ə bərabərdir 6. B bəndi 6 eləyəcək. Keçək növbəti suala, 5-ci suala. Baxın, bu A, bu 2-ni götürüb girir daxili kökün altına, yəni A kvadratı olacaq. Vur A-da içəridə qalır. Bu 3-ü də bunun ikisinə vururam. 3-ü də 2 onda eləyir 6. Bərabərdir 3. İndi bunu həll edib, bu 2-dir, bu da 1-dir. Vuranda üstləri toplanır. A üstü 3, 6. Bu da 6-nın 3 gedir. Burada nə qalır? Kök altında ikinci dərəcə, onu yazdım, bərabərdir 3. İndi biz buradan A-nı tapanda A kvadratı, A bərabərdir, kvadrata yüksəldək hər tərəfin. A bərabər 9. Gətir və burada qoyaq yerinə. A üzərinə gəlsin, kök altında A. Bərabər. A-nı yerinə 9 qoyaq, burada 9 eləyir. Bu 9-a nə çıxır? 3 çıxır. Qalacaq kök altında 9 üzərinə gəl 3. Bu da verir bizə kök altında 12. 12 də 3 vurulsun 4 deməkdir. 4-dən də 2 çıxır. 2 kök altında 3. Yəni cavab A variantı. Kəsirin sürətini 4 dəfə azaldaq. Kəsirdə hər hansı bir A bölünsün B yazaq. Sürəti 4 dəfə də A-nı bölək 4 yerə. Bu eləcək 4. Məxrəcə 12 dəfə artır. Bunu vuraq 12-yə. Bərabərdir. Yəni 48 qaldı. 1 bölünsün 48-də yəni. Yəni 48 bölünsün məxrəcə düşüb. Yəni 48 dəfə azalır. Yəni bölməmədən göstərir. Düzbucaqlı trapesiyanın bir dənə düzbucaqlı trapesiya çəkək. Düzbucaqlı trapesiya çəkək. Düzbucaqlı trapesiyanın 4 kökdə 2 sm olan kiçik diaqonalı, bu böyük diaqonalı, onda kiçik diaqonalı budur. 4 kökdə 2-dir. Diaqonal trapesiyanın 2 bərabər yanı düzbucaqlı üçbucaq. Düzbucaqlı üçbucaqda bərabər yanlıdanma. Onda bura olacaq nə? 4 kökdə 2. Deməli, bax, buranı tapmaq üçün necə yazıram? Bunun kvadratı üzərinə gəlsin. Və yaxud da bu A-sı bu x kökdə 2 olmalıdır. Və yaxud da ki, 4 kökdə 2-nin kvadratı üzərinə gəlsin 4 kökdə 2-nin kvadratı. Düstur yaddan çıxanda bunu yazın. 4-ün kvadratı 16, 16 12 32. Üzərinə gəl, bu da eləyir 32 eləyir 64. 60 kökdən 2 kökünə çıxır 8. Bura eləyəcək 8. Düzdür. Bizdən soruşur, nəyi soruşur? Deyək ki, bu trapesiyanın orta xəttini tapaq. Trapesiyanın orta xəttini tapmaq üçün buradan bura biz bir hündürlük ataq. Buradan bura bir hündürlük yatsaq. Buranı götürək.
Bura ümumilikdə 8-dir uşaqlar. Buranı götürək x. Buranı götürək 8 çıxılsın x. İndi mən buranı da götürək 8 çıxılsın x. İndi biz burada bu hissəni tapmalıyıq. Sonra orta xətti tapaq. Demək, bu hissəni tapmaq üçün indi biz burada nəyə tətbiq edirik? Uşaqlar, bunlar axı 45 dərəcəli bucağı idi. Düzdürmü? Burada 45 dərəcədə. Bura düz bucaqdır. Onda biz bura bir hündürlük atanda, bura 90 dərəcə, onda bu da 45 dərəcə olur. Onda belə çıxır ki, buranın da bura bərabərdir. Onda bu tərəfdə buranın bura bərabər oldu. Bu da qarşı tərəfdir. Bu da demək bunlar bərabər. Deməli bu özü, bu özlüyündə bir kvadratdır. Biz də bilirik ki, yəni bu deməli tərəflər 4-4-dür ki, tərəflər 4-4-dür ki, bu diaqonalı 4 köklü 2 olur. Onda buradan belə çıxır ki, orta xətti tapmaq üçün bunun tərəfi nə qədər oldu ümumi uzunluğum? 8. Yuxarının uzunluğu nə qədər? Oturacağım nə qədər oldu? 4 oldu. 8 üstəgəl 4 bölünsün 2, bu da verir 12-nin 2 bölünür 6. Düzgün 8 bucağının daxili bucağının birinci bir xarici bucağını tapın. 360'ı bölü 8'ə 4 dəfə 32, 40, 40 ise 45 dərəcə. Əgər deməli xarici bucağı 45-dirsə, xarici bucağı 45-sə, daxili bucağı tapmaq üçün 180-dən çıxacağım 45-ə eləyəcək 135 dərəcə. Demək 135 dərəcədir. Keçəm 9-cu suala. 9-cu sualda bizdə deyir ki, x minus y bərabərdir 9, x y bərabərdir 3. Buranı tapaq. Baxın, 1 bölünsün x, sıx 1 bölünsün y. Əkov x, y-dir. X-i x-ə böləndə qalır y. Bunu da buna böləndə qalır x. Çıx x. Bura y ya da bura x yazır. x bərabərdir. Biz burada x çıx y. Onda y çıx x bunun əksi olacaq. Mənfi 9 yuxarıda. X, y-də verib bizə 3. Deməli, cavab verəcək mənfi 3. Tərəfi 10 cm olan bir dənə rond çəkək. Tərəfi 10'dur. Hündürlük tərəfini 2 bərabər hissəyə ayırdı. 5, 5, bura 90'dır, biz bilirik. Onun qabağı 5'dirsə, uşaqlar, deməli 30 dərəcə buzaq bura düşür ki, 30 dərəcə buzaq onun yarısı. Deməli, bura düşdükdə deməli 60 dərəcə. 60 dərəcədə digər katetin kök altına 3 müsünə bərabərdir. Onda rombun sahəsini tapanda S bərabərdir A vurulsun H. Yəni ki, 5'i vuracaq, nədir? 10'u vuracağım, tərəfi 10'dur, hündürlüyü 5 kökdə 3, bu da elir 50 kökdə 3. Y variantı. 11-ci suala baxaq. X-i bu tərəfə keçəndə orada 3x çıx x böyükdür 15, 7-ni də bu tərəfə keçəndə çıxırıq 7-ni. 2x böyükdür 15'dən 7 çıxanda eləyəcək 8, x böyükdür 4. Yəni 4'dən müsbət sonsuzluğa daxil deyil. Cavab B bəndir. Keçək növbəti sualımıza. 12-ci sual. Deyir ki, 3-5 nöqtəsi hansı nöqtəyə nəzərən -1, -2 nöqtəsinə simmetrik olan hansı nöqtəyə nəzərən deyirsə, deməli bu nəzərən olan nöqtə orta nöqtəyə düşür, orta hissəyə düşür. Onda bu ikisinin biz burada necə yazacağıq? Yəni bu x 3 çıxılsın 1 bölünsün 2 bərabərdir 1. 5 çıxılsın 2 bölünsün 2 bərabərdir 1,5. Deməli 1,5 o deyilir A variantı. Deyir parabolasının təpə nöqtəsinin koordinatlarını tapın. Bunu mən nə edirəm? Bax bunu belə yazım. 6'nı 2 vurulsun 3 şəklində yazıram. Yəni x minus 3 bağlı kvadratı. 3'ün kvadratı. Bunu açsaq, bunu açsaq, bunu x-in kvadratı çıx 6x üzərinə gəlib 9 olur. Düzdürmü? Bu 9'un üzərinə neçə gəlsəm 12 eləyər. 3 gəlsən də deməli bura 3 gəlməliyəm. Bərabərdir y. Təpə nöqtəsinin koordinatı, yəni x çıx 3 bərabər 0, x bərabər 1 3'dür. Bir də müsbət 3'dür. Yəni buradakinin əksi işarəsinə götürün. Bu nə olduğu kimi götürürəm. Cavab da burada eləyəcək Y variantı.
25 üzrə 144 gəldi 169. 169-dan da kök 13 çıxacaq. Cavab burada C variantı. Çevrə daxilə çəkilmiş 50 dərəcəli bucağın söykəndi qövsüm daxilə çəkilmiş deməli 50 dərəcədirsə, onda qövsüm 100 dərəcə. Yəni 2 dəfə çox olacaq. Baxın, yazılı şəkildə sizə göstərin. Məsələn, bu çevrədir. Bura 50 dərəcəsə, bunun söykəndi qövs buradır. Burada olacaq 100 dərəcə. Keçəm 16-cı suala. 16-cı sualda deyir ki, 14 bölünsün x bərabərdir 7 bölünsün 0,5. Kəsik şəklində tikəkdir. Bununla bu ixtisar gedib bura 2 qalır. 2-ni də 0,5 olanda x bərabərdir 1 eləyəcək. Cavab burada 1. Keçən növbəti sualımıza. Burada mən nə görürəm? Köklər və x1 üzərinə gəlsin x2. Köklərin cəmi bu x-in qabağındakı ədəd. x1 üzərinə gəl 2. Bu x1 ilə bu x1 getdi. x2-ni tapdım 2. Və bunu burada qeyd edirəm. İndi x1 vur x2 nə bərabərdir? Bu deməli buna bərabərdir. Sərbəst ədəd. Yəni 3x2-yə bərabərdir. Onda x2-lərim də getdi. x1 də bərabərdir 3. Bu təyin köklərini də cəmi eləyəcək 5. Keçək 18-in. Qonşu bucaqların biri digərindən 40 dərəcə böyükdür. Qonşu bucaqdır. Bura x-dır. Bura x üstə gəl 40-dır. Bunların da cəmi bizə verilən 180 dərəcə. Onda 2x üstə gəl 40 bərabərdir 180. 180-dən 40 çıxıram. Verir nə qədər? 140. 140 da 2 bölündə nə qədər eləyir? 70 dərəcə. Onda buna 70 yazıram. Burada 70 yazında bu da eləyəcək nə qədər? 110 eləyəcək burada. Kiçiyi 70-dir, böyüyü 110-dur. Keçirəm 19-cu suala. A-nın neçə natural qiymətinin kəskin qiyməti natural ədəddir. Burada qiymətlər verə-verə tapa bilərik uşaqlar. Deməli, baxın, A-ya 1 versəm, 3 çıxılsın 1 eləyəcək 3. 1-in düzdən 1 gəndə 2. 3-ü 2-min 1,5. Deməli, bu deyil. İndi A-ya 2 verək. A-ya 2 verəndə aşağıda 3 qalacaq. 2-dən 1 yəni 3. 3-ü vuram 2-yə 6. 6-dan da 1 çıxıram. 5. Bu da deyil. İndi 3 verək. A-ya 3 verəndə aşağıda 4 edir. 3-ü 4-ə vuram 12. 12-dən də 1 çıxanda eləcə 11. Deməli, 3 sözün doğrultmanı. İndi 4 baxırıq. 4-ün üzərinə 1 gəlirəm, eləyir 5. 4-ü 3-ə vururam 12. 12-dən də 1 çıxanda 12-dən 11. 11 də bölünmür. İndi 5 verək. A-ya 5 verəndə A-nın neçə natural qiymətindən kəskin qiyməti natural ədəddir. Burada səhvlik elədim mən nədə? Deməli, A-ya 1 verdikdə, A-ya 1 verdikdə 1-in üstünə 1 gələndə 2 eləyir. 3-ü 1-ə vurulanda 3, 1 çıxanda 2 eləyir. 1-i 1-dir. Cavab 1 elə. Deməli, 1-i 1 qiymətində. Yəni, A-ya 1 verəndə 1 qoyaq hesabına, gəl və hesablama səhv eləyirəm. 2-nin üzərinə 1 gəldi 2, 3-ü 2-yə vururam 6, 6-dan da 1 çıxanda 5. Bu olmadı. 3 qoyaq. 3 üzərinə gəlsin 1, 3 vurulsun 3, çıxılsın 1. 3-ün üzərinə 1 gəlirəm 4, 9-dan da 1 çıxım 8. Bu da eləyir 2, bir də 3 qiymətində bu şəkildə davam edəcək. Yəni 2 qiymətidir. Bizə verib ki, deməli, AB 6-dır. Bu tənböləndir. Bax, tənbölən nə deməkdir? A-nın bu tərəf AB-nin AD-yə nisbəti bərabərdir BC-nin DC-yə nisbəti. 6-nın 3-ə nisbəti 2-yə bərabərdirsə, onda BC-nin 5-ə nisbəti 2-yə bərabər olmaz. Onda BC olur 10. Bura 10-sa perimetri tapan 10 üstə gələk 6, 16, üzərinə gəl 3, 19, 19-un da üzərinə 5, 24. Cavab 24. Keçə 21-ci sual. 300 ədədinin 20, 300 vur 20 bölünsün 100. Bu asan sualdır. Bu da eləyir 360. 21-də 60. Koordinat oxlar kəsikməsindən alınan 3 bucağı. Bu da sadə sual uşaq. Bax, x-a 0 versəm, onda y bərabər 3 vurulsun 0 üstə gəl 12, y bərabər eləyəcək 12-yə. Bu belə. İndi y-ə 0 verək. Ona 0 bərabər 3x üstə gəlir 12, 3x bərabərdir -12, x də bərabərdir -4. Onda x də bərabərdir -4 eləyəcək. İndi gətirək koordinat sistemində y tapmışam 12. Buran yazaq 12.
X-i isə tapmışam -4. Baxaq. Buradan bura məsafəm 4-dür. Mütləq qiymət qoydu. Buradan burada 12-dir. Bizdə nədir ki, sayısını tapın. 12 vurulsun 4 bölü 2 bərabərdir 24. Keçəm 23-cü suala. Keçək 23-cü suala. Uşaqlar, birinci bax buna baxarıq. Bu 64-ü 4 vurulsun 15 deməkdir. 4-dən də kök 2 çıxır. Kök altında 15. Bu 4-cü dərəcədir. Bax, vuranda 15, toplayanda 8. Bu bizə verəcək 5 ilə 3-dür. 4-cü dərəcədə kök altında 5, üzərinə kök altında 3 bağla kvadratı olacaq. Bu 2 ilə, buradakı 4 getdi, burada qalır 2. Düzdürmü? 2-ni də yazmırıq. Vurulsun, hissə gedir. Üzərinə gəlsən kök altında 3. Baxım, ikisi toplamadır. Bu 2 dənə olduğuna birinci dərəcə, bu da birinci dərəcə. Biz buna nə edəcəyik? Toplayacağıq. Kök altında 5, üzərinə gəlsən kök altında 3, bağla kvadratı, bu da 2. Bu 2 ilə bu 2 getdi. Qaldı nə? Kök altında 5, üzərinə gəlsin kök altında 3, vurulsun onun mənfisinə. Kök altında 5 minus kök altında 3 bərabərdir. A kvadrat çıx 5B kvadrat. Burada kök altında 5-in kvadratı çıx, kök altında 3-ün kvadratı. Bərabər kök altında 5-in kvadratı 5 çıxır, çıxılsın. Kök altında 3-ün kvadratından 3 çıxır. Cavab eləyəcək burada 2. Keçək 24-cü suala. Uşaqlar, baxaq, bir dənə diqqətli olaq. Burada necə yazaq? Deməli, mən şəkli çəkim. Bura 35 dərəcə, bura 90 dərəcədir. Burada tənböləndir. Bura 35 isə bura olacaq nə qədər? 145 dərəcə. Düzdürmü? Deməli, bu üçünün cəmi bizə verəcək. Yaxud da ki, bura 145 tapmasaq, bura 35 isə bura verəcək 60-55 dərəcə. Yəni ki, bu 90 dərəcə bərabər 35 üzərinə gəl 55. Ona görə buranı 55 yazaq. Bura 55 isə bura da 55 daxil. Düzdürmü? Tənbölən olur. Ona bura ümumilikdə nə qədərdir? 110 dərəcə. Ona bura 110-sa, buna bir tərəf uzaq olduğuna görə bura 70 dərəcə. Yəni cəm 180 dərəcə olmalıdır. Keçək növbəti suala. 25-ci sualda baxaq nə deyir uşaqlar bizə. Deməli, burada təpə nöqtəsinin koordinatlarını 2 və 4 verib. Təpə nöqtəsinin koordinatı n bərabərdir. Mənfi b bölünsün 2a. Daha doğrusu n bərabər mənfi b bölünsün 2a. N bərabərdir 4ac çıxılsın b kvadrat bölünsün 4a. Düsturumuz funksiyamız ax kvadratı üzərinə gəl bx üzərinə gəlsin c bərabər 0. Buna aiddir. Bizim funksiyamız buna aiddir. İndi gətirin qoyaq yerinə. Burada bax a nə qədərdir? 1'dir. X kvadrat 1. B'miz nə qədərdir? Mənfi P'dir. C'miz nədir? 2'dir. Durur yerə. Düzdürmü? Gətir bunu tətbiq eləyək burada. Birinci burada M'yi tapaq. M bərabərdir. Mənfi B. Mənfini mənfi olan müsbət P. Bölünsün 2 vursun 1 2. Sonra evet, burada M'yi də neçə verib mənə? 2 veribdir. Düzdürmü? P'ni tapdım. Burada neçə elədi? 4 elədi. Gətirək indi bu düsturda qoyaq yerimizə. Bu da n neçədir? 4'dür. 4 bərabərdir. 4 vurulsun. A'mız 1'dir. Vurulsun C. C neçə yazmışam? 2. Çıxsın B kvadratı. B'ni də neçə yazmışam? Mənfi P. Mənfi P'nin kvadratı müsbət P kvadratı. Bölünsün. Deməli, baxaq 4A. 4 vurulsun. A da 1 deməkdir. 1. 4'ü 4'ə vuram eləyir 16. 16 bərabərdir. 4, 2 çıxılsın P kvadratı. Baxa, burada hesablama səhvi harda elədim. Deməli, P'ni tapdım burada 4. 4 bərabərdir. 4AC. P'nin də kvadratını tapmışam uşaqlar. Deməli, P'ni də yerinə qoyuram 4'ün kvadratı. Yəni, bu eləcək 16. Deməli, 4Q bərabərdir. 16 üzərinə gəl 16. 4Q də bərabərdir 32. Q də bərabər 32-ni də 4'ə bölündə cavab eləyəcək 8.